Bismillah, salatu ve selamu ala habibina ve nebina Muhammedin sallallahu aleyhi ve sellem. Selamünaleyküm lise 2 öğrenciler. Bugün de 5. ünitin önemli bir konusundan ki copy paste aynen bu gördüğünüz şekil, bu gördüğünüz alıştırmaları aynen bizde harda vardı, lise sonda vardı. Aynen bu şekilde mən də harda gələr, lise sonda gələr. 2 derecədir, her il gələr, 3. Tabii bizde lise sonda 3. ünitin konuları hepsi mühimdir. Min zahumnehum regret. Regret nədir? Yani bir şey teneddüm etsən, mesela sen rasıl oldu, Allah etməsin, nə desən? Keşke bak, regret, teneddüm etsən, keşke oxsaydım, hatta nacih olaydım. Keşke oxuyaydım, hatta nacih olaydım. Ve biz burada keşkəni necə təbir edərik? I wish if only zaiden isim. Tabii bu isim halen işimiz yoktu özünde. Niçin işimiz yoktu özünde? Çünkü buradaki isim bende lise sonunda gelir. Halen işim yoktu özünde. Ve I wish bir de if only'ni çok kullandım. If only bir de I wish'i çok kullandım. Ve hele derse geçmeden evvel ki çok uz mürasele edirməni yeni ilçin kayıt ha zaman başlar. Tabii bakın yeni ilçin kayıt biz indi halen tez derslerini alıq. Ama fiili başlamaq, fiili gerçekten başlarıq hepsi gruplardan ki giden il necə oldu bu ildə aynen böyle oldu. 5. ayın axiri ki imtihanatımız biter. Çünkü halen bilmirik بالضبط cədvəl ne olur ne olmaz. Av 6. ayın biri, yani en çok giden il kimi mən giden il 6. ayın biri başladım. Yani bəzi də sorar məndən, məndə sistem necə gider? Baxın, sistemi deyim sizə, yani burada biz yaxın bir üniti aldıq, birinci üniti aldıq, bitirdik özün, tamam? Tabii günlük imtihan bu konunun aldığı məsələn, yəni regreti verdim sizə. Regret yarınsı gəldik bunu günlük imtihan edərik. Yani bidaya imtihanın dersin bir 5 dakikası, 10 dakikası bu regretten bir sual veririm, imtihan edərik özün, tamam? Çoxluq belli olur. Yani bəzi yerdə dərs uzun olsa, yani hemen konuya giririk. Ama çoxluq imtihan edərik o küçük aldığımız şeyi, konunu. Diyağım ben birinci ünitin qrammarların hepsini bitirdim. Tamam, qrammarlarını bitirdim ama bizim hələ inşa qalıb, diyağın bir box qalıbdı bizdə. Biz ne dərik? Hələ birinci üniti imtihan etməyəndən əvvəl birinci ünitin qrammarların hepsini imtihan olduq. Tamam, bitti. Məndə daha ne var? Kitap parçası. Tamam, birinci ünitin qrammarının imtihanı olduqdan sonra gələn birinci ünitdən fakat kitap parçalarının imtihanı olan. Bu nəticə oldu birinci ünitdə 2 imtihan. O üçüncü bitirdikten sonra kitap parçalarını gələm 3. ünitin neylərin imtihanı olan boxların, yani box nədir? Məndə yuxarıdan kelimeler vardı, endirəm özünü. Box ki indi isə 2-də də varız. Box bağlantı zaidən kompozisyon. Tamam? Yani her ünite girmağımızdan bunlar vardı. Onun yanında da imla. Yani ben 3 imtihan oldum. Hele birinci ünite imtihan olmamışam. Ben bu 3 imtihandan sonra, tabii her ünitten de edebiyat alıq 2 section. O 2 section da ayrı imtihan edərik o özünü. Tamam? O bir section, o 2, o 3 section bir yerde bu şekilde. Tamam, yani takriben ben hele ünite imtihandan olmayanın evvel 4 imtihan etmişəm ki, necə deyəğin, fakat ayrı, grammar ayrı, kitap parçası ayrı, şey ayrı, bunları. Bu 4 imtihanı olduktan sonra gəldik ne imtihanı olduq? Birinci üniten hepsini. Yani biri esilə çıxardarıq, birinci üniten hepsini bir yerde imtihan olduq. Burada ne oldu? Sen birinci kere ki grammalarda galet ettiyse, üçüncü kere galet etmezsen özünü. Bildiği galatı harda, üçüncü kere tekrar olmazsan özünü. Ki birinci üniti biz bu şekilde yeririk. Hepsini imtihan ederiz, tamam. İkinci ünitte aynen parça imtihan olduq. Ondan sonra hepsini imtihan olduq bir yerde. Üçüncü parça imtihan olduq. Aynen hepsini 3. ünite bir yerde imtihan olduq. 4. ünit bir azdı. Fakat gerek neler de olar imtihan olduq. 4 üniti bitirdim. Ne derim? Döndük nıssan imtihanı olduq. 2 nıssandan evvel inşallah. 1. ünitten ilan 4. ünite kimin. Tamam. Bu kitabın yarısını bitirdik. Zapt ettik özünü. Günlük imtihanlardan, şəhrilərdən. Gəldik nəyə? 5. ünite. 5. ünite aynen qrammarını aldıq. İmtihan. Kitap parçasını alıq, imtihan ayrı. Box'tu, bağlantılı, kompozisyondu, ayrı imtihan. 6. ünit belə, 7. ünit belə ilə aynen hepsini bitirmədik. Əngi əxirdə müracaə fətrəvizdə inşallah döndük edərik kitaba. Hepsini imtihan olduq. Hepsini, yani 1. ünitdən ilə əxiri ünitə kimi. Və lakin ondan əvvəl gərəkin biz test dərsini alaq. Yani test dərsi mən sizə dedim ücretsizdir. Test dersi bizdə nədir? Ücretsiz dərsdir. Gələsən 3 dərs, 4 dərs ücretsiz dərsi alasan ki, sistemi kamilətən, mükəmmələtən daha fazlasını, yəni bu anlattıqlarımın daha fazlasını orada anladarım sizə ki, necə yeririk, necə dərs edərik, nə şəkilində olur. Bu sistemləri hepsini kamil anladarım sizə harda? Orada.
ki tez derslərində. Onun yanında da tez dərsləri aldıq, təməl bilgiləri həbsini quvvatlı edərik, ondan sonra unitə giririk. Əgər mənim bir evin təmbəli quvvatlı döyüldüysə, sən necə şeydəsən, adinadır. O evi ayaqda durdasan. Və lakin siz o da gərəkim əsasiyyatınız quvvatlı olsun, təmbəliniz quvvatlı olsun, fi hal unitin içində zorluq çəkməsi. Baxın, təməl bilgisi bizdə bir təməl bilgisini indi alınan məndə 7-ci unitə mürtabitdir. 6-cı unitə mürtabitdir. Yəni 6-cı, 7-ci unit kitab bitdi daha. Yəni baxın, təməl bilgisi kitab bitənə qədər gəlir bizimlə. Yəni çox hocalarımız həmin rəsam başlayır 1-ci unitə. Amma ondan mühüm bir şey vardır, təməl bilgisi. Çünki sən təməl bilgisini vermədiksə özünə bilməz nə şəkildə oxur, nə şəkildə anlar mədə. Vəlhasıl, bu qısa bir özət idi geçdim. Daha fazla bilgi inşallah həbsin test dərslərində alırıq. Kamileten, mükemməleten. Zaten videonun bidayəsində də gördüyünüz zəhləni, o eləndən zaten hesablarım biz Instagram olur, telefon üzərindən olur. Test dərslərindən qatıla bilirsiniz inşallah bayramdan sonra. İndi gələxin bizim Rigoret konumuza. Rigoret konusu məndə qaidə vardı. Qaidə dediyim kimi bu ismi indi yazdım siz üçün. Çünki ehtiyacınız olduysa sonunda. Amma indi haliyen yox sayın özün, işimiz yoxdur. Mən gələm, imma I wish, imma if only kullanıram. Necə? Məsələn, sualı verdi mənə. Məsələn, deyər mənə, sualda deyər Rigoret. Bura çıxmır müəyyən orada. Tamam, bura çıxmır. Ki sualın axirində verər, mənə nə deyər? Konunun adını deyər mənə, Rigoret. Use, məsələn, mənə deyər, I wish. Baxın, mənə deyəndə I wish, mən burada gərək nə kullanım özü üçün? I wish kullanım özü üçün. Əgər dediysə mənə Rigoret, use, if only, gərək mən if only kullanım özü üçün. Tamam? Fəqət dediysə mənə Rigoret, keyfimdir, nasıl birisini kullanırsam, kullanım. Öz keyfimdir, müxavat. Nasıl birisini kullanırsam, kullanım özü üçün. Ha zaman ki, mənə deyəndə Rigoret, fəqət, yəni deyəməyəndə mənə use. Qaidə mənə nədir? I wish ya da if only. Zaidən özünə, baxın, zaidən özünə, əkid orada bir özünə veribdi mənə, o özünəni mən gətirirəm, yazaram özünü, tamam? Özünə biz bilirik, he, she, it, they, we, you, I. Tamam, bunlar məndə özünədir, fəqət özünənin zamirləridir, gətirirəm, yazaram orada özünü, tamam? Ondan sonra had, o hadn't. Biz burada bir değişiklik vardı məndə, xastan bu noktaya diqqət eləmin. Üçüncü nədir? Mənə deyir, had, olumsuz cümlə ilə kullanırız. Yəni, had, aslında cümlə olumsuz olduysa məndə, yəni cümlənin içində negatif olduysa məndə, didn't olduysa məndə, mən nə deyirəm? Nə kullanıram? Had. Yəni, cümlə olumsuz olduysa mən nə kullanıram özüdən? Had. Mən indi yazarım, siz burada olumsuz. Əgər cümlə olumlu olduysa, bax, had olumsuz cümlə ilə kullanırız və hadn't olumlu cümlə ilə kullanırız. Yəni, işlem nədir? Bilakisdir. Əgər cümlə məndə negatif isə, mən nə kullanıram? Had kullanıram. Yox, cümlə məndə olumluysa, not yox isə cümlənin içində, məsələn, didn't, bunlar yox isə məndə cümlənin içində, nə yazaram? Had. Tamam, yəni olumsuz isə had yazaram, olumlu isə hadn't yazaram. Tamam, yəni burada da dedik hadn't olumlu. Anlaşıldı. Və gələm. İndi qaidəni biz anladıq. Bəzi noktalar vardı. Birinci mənə deyir, ikinci cümleyi sileriz. Yəni ikinci cümləni mən siləm. Neydən? Nokta. Bax, burada məndə nokta. Tamam. Nokta olduysa ya da virgül olduysa siləm özünü. Yəni ikinci cümləni. Bax, but sonrasını siləm. And sonrasını siləm. Yəni mən ikinci cümləni siləm. Məsələn, bax burada mənə nə deyir? You buy some shoes last week. Your decided. Bax, nə veribdi mənə? Nokta. Tamam, o zaman bu noktadan sonra mən buranın həbsini edərəm, siləm özün. Cümlə kamil silini məndə. Yəni, ikinci cümlə həbsini oğlu məndə silini. İkinci cümlə həbsini oğlu məndə silini. Daimən. Şər dögü nokta versin mənə. Ola bilir burada mənə verər but. Yəni, bu nokta yerinə məndə verər but. Aynən edərəm özün, siləm özün. Yəni, but və sonrasını siləm. Mənə verər and, aynən and və sonrasını siləm. Yəni, kamil siləm özün ikinci cümləni. Tamam. İkinci, unfortunately kelimesini sileriz. Əgər cümlənin içində unfortunately keliməsi olduysa, mən nə edərəm özünü aynən? Siləm özünü. Unfortunately olduysa, siləm özünü. Tabii ikincini də siləm. Yəni, məsələn, bir cümlədə həm unfortunately gəlib, həm də nokta var. Yəni, həm ikinci cümləni siləm, həm unfortunately'ni siləm. Yəni, hər ikisini də siləm. Tamam. Üçüncünü zaten verdim sizə. Məndə çevirilər vardı. Çevirilər nədir? Əgər özünə yol gəldiysə məndə nə olur? Ay.
Taban bakanlıqdır you da qoyduysa özünüz biz mühasibə etmərik sizi. Amma sən nə olur olmaz təhvil elə. Tamam? Your nə olur? My. A lot of gördüysə o cümlənin içində ya da too much gördüysə o cümlənin içində nə olur bizdə? So much olur bizdə. Tamam? Some nə olur məndə any. Bəs baxın some məndə any olur ha zaman sadəcə olumsuz cümlədə. Yəni cümlə olumsuz isə məndə yox cavabım olumsuz isə, soru olumsuz isə. Məsələn some gəlibdi məndə cümlə olumsuzdur. Baxdı məsələn mənə nə deyir? You didn't bought. Tamam? You didn't bought. Cümlə olumsuzdur. Buradakı some nə olur məndə? Any olur. Yox, cümlə olumludur. Məsələn, bunun kimi. Bax, deyir, you buy some. Cümlə olumludur. Not yoxdur cümlənin içində. Yəni, didn't yoxdur cümlənin içində. Və burada imma this, imma those edərəm özün. Yəni, some, any olur. Əgər cümlə olumluysa, some, this ya da those olur. Sadəcə olumlu cümlədir. Amma yengi ildə bir mən bakanlıq nə deyir? Mən xarici gətirməm. O zaman mən fəqat bu notu ətimad edirəm. Hər zaman nə deyərəm? Deyərəm some, ya məndə this ya da those olur. Çünki bakanlıq aslan qalmadı xarici qalmadı məndə. Onun üçün kitab alıştırmamızda fəqat some nə olur məndə this və those. Buna nə olmuş yazırdıq? Deyirdik noça didn't etdir cümləni. Və onun üçün əgər cümlə olumsuz isə gərək any olsun. Bimə indi cümlələr məndə olumludur some olan içində. Ya olur məndə this ya da those. Keyfimdir. Hansı birisini yazdırsam yazarım. İndi gəlim həllə. Birinci nöqtə mənə nədir? Deyir, you buy some shoes last week. You decided. Dedik, birinci işim nədir mənim? Nöqtadan sonranı siləm. Nöqta, but, ey bir şey gəlib sildim özün. Tamam. Mənə nədir burada? Deyir, regret use I wish. Yəni, mən gələm burada nə kullandım? I wish. Deyərəm I wish. Özüdür mənə I wish kullan. Tamam. I wish. Zaidən gedərəm nəyə gətirəm? Özünə. Özünə burada nədir məndə? You. Özünə nədir məndə? You. Mən nə dedim? Dedim, you nə olur məndə? I olur. You nə olur məndə? I olur. Yəni gələm I wish, I. Tamam. Ondan sonra gələm had yoxsa hadn't kullanıram burada. Nə dedim? Gələm baxaram cümləyə. Cümlə bir mən olumludur məndə. Dedim olumluydu. Nə kullanıram? Hadn't. Hadn't kullanıram. I wish I hadn't. Hadn't or had not. Tamam. Gələm sonradan oradakı fiili past participle edərəm. Baxın. İndi burada bir fiil var məndə. Fiil nə? Daimən özündən sonra fiildir məndə. Atayı, buy. Buy nə olur məndə burada? Gərəkin past participle edim özünü. Tasarif buy, bought, bought. Yəni burada nə olur məndə? Buy, bought. Eydi? Ondan sonra cümləni təkmil edərəm. Baxın nədir mənə? Some shoes last week. Dedim nə olur məndə some? İmma any olur, imma this ya da those olur. Bəs buradakı cümləyə baxdıysan, buradakı cümlə məndə olumludur. Bimə önlü olumludur. Ya məndə this ya da those olur. Və mən burada some məndə nə olur? This. O cümləni təkmil edərəm. Last week. Anlaşıldı, vazih oldu, əkid vazih oldu. Çox səhildir. 2 dərəcə, həm lisə 2-də, həm də lisə sonunda. İndi gəldik ikinciyə. Deyir mənə she lost their address. That's why she. Taban nöqta qoymuşam axıra cümlə uzundur. Mən haqqım yoxdur. Nöqtadan sonra buranın hepsini sildim. Tamam. Gəldik birinci cümlə. Deyir she lost their address. Gələm. Birinci mənə nə deyir? Məsələn, deyir mənə regret. Regret kullanmam üçün. Mən gələm deyirəm if only she she təhvilatı yoxdur. Özünə. Had yoxsa hadn't? Hadn't. Niçin hadn't? Çünki cümlə olumludur. Tamam. Ondan sonra gələn fiili past participle edirəm. Fiil zaten məndə past participle'dır. Andirəm özün. Lost. Tamam. There. Təhvilatım yoxdur daha. Address. Nokta. Üçüncü. They didn't train every day. Tamam. Burada gələm nöqta verir mənə. Nöqtadan sonra hepsini siləm. Tamam. Burada gələm. Nədir mənə? Aynən mənə nədir? Regret. Tamam. Regret kullan. If only kullandım burada da. If only. Öz keyfimdir mənədir regret. They ənər məndə özünədir. Had yoxsa hadn't? Had yoxsa hadn't had. Niçin hocam had? Biz nə dedik? Had olumsuz cümlə ilə kullanırız. Burada cümlə məndə olumsuzdur. Niçin? Baxın nə gəlibdi? Didn't gəlib. O zaman mən nə kullanıram? Əks edərəm. Yəni burada olumsuz isə olumlu edərəm. Olumlu isə olumsuz edərəm. Bu şey indi olumsuzdur. Olumlu etdim mən cümləni. Tamam? Fəgəlləm if only they had trained. Train nə olur məndə? Trained.
Niçin? Çünkü ben fiili gereken past participle edim. Ve burada ne oldu bende? Trained. Every day. Nokta. Anlaşıldı? Anlaşıldı ekli. Ve buradan gelende bana nedir dedi? Unfortunately, I ate 3 bars of chocolate. Burada nokta verip bana. Noktadan sonra ben bu cümleni kıyamet sildim. Tamam, hakkım yoktu. Nokta, hata noktadan sonra buranın hepsini ne ettim? Sildim. Kaldı ben de burada. Unfortunately. Ve burada unfortunately kelimesini de silemmiş. Ben ne dedim size? Dedim unfortunately kelimesini sileriz. Yani bu yanda silindi. Benim noktadan sonra kaldı. Bende ne kaldı? I ate 3 bars of chocolate. Tamam. Burada aynen bana ne dedi? Regret. Konunun adı. Ben bu defa istedim I wish kullanım. I wish. Özüne nədir məndə? Özünə I endirəm özüm. Baxın. Tara mən faqat şeyi təhvil edərəm. You təhvil ol I-a. Yəni I özünə gətirməyəsən you edəsən özün olmaz. Bir də dedik your nə olur? My olur. Tamam? Və indi gəlirik cümləni təkmil edərik. Your yoxumuzda hətta təhvil edək özünü. Və gəlirik I wish I endirdim. Nədir məndə? Had yoxsa hadn't? Had yoxsa hadn't cümlə məndə nədir? Olumludur. Bir mən olumludur. Gərək ki mən nə edim özünü? Hadn't. Tamam. Ondan sonra fiili ne ederim? Past participle ederim. At, özü eat, at, eaten. Tamam. Eat, at, eaten. 3 cümleni tekmil ederim. Bars of chocolate. Anlaşıldı. Vaضح oldu. Çok basitti. 2 derece kolaylıktan alabilirsiniz özünü. İndi bazı alıştırmalar vardı məzəmimdə. Onları göstərdim sizə. Gördüyünüz kimi bu alıştırmalar hepsi məndə unfortunately-yə aiddir. Baxın, skrini çəkə bilirsiniz. Hatta buradan hepsini özünüz üçün həll edə bilirsiniz özünüz üçün. Tamam? Məqəyyət olan bazı bizdə məsələn indi bu axir qaidə ilə həll olunmaz əzbərdir ki, bizdə lisə sonunda daha iyi alırıq özünü. Lisə sonunda bu daha iyi alırıq. Pardon, bu da öbür təmrindir ki, aynən baxın, bu təmrin 5-ci təmrin. Vazgeçin bunu həll etməyin 5-ci təmrini buradan. Niçin? Çünki lisə sonunda copy paste vardı bu, əzbərə qaldı, anlama qaldı. Yəni bunları məna ilə həll edəsiniz özünüz üçün sonunda idi. Bu təmrinləri özünüz üçün həll eləyin, əlivizdən həll eləyin, hətta əliviniz quvvatlansın. Bir kez əvvəl həll etdiyimiz misal bu idi işte. Tamam? Və bunları həll eləyin əlivizdən, hətta əliviniz quvvatlansın, səhl olsun siz üçün. Bu ders bunun zaydı arkadaşlar. Ayrı bir ders görüşmek üstüne kalın sağlıktan.